Hörmətli İlham Əliyevə, vitse-prezidentimiz Mehriban xanım Əliyevəyə müraciət edirəm. İqtisad Universitetinin prorektoru Şaiq Əsgərov və yanında gətirdiyi həmkarların sədri işçiləri yığıb mənə qarşı qərəzli şəkildə iclas təşkil ediblər. Mənim işimə son vermək istəyirlər. Güya məni kollektiv istəmir. Biz SSR-nin dövründə yaşamırıq, kollektivin istəyi ilə kimsə işdən çıxarılsın. Kollecin direktoru Sevinç Həmzəyevanı məhkəməyə vermişəm. Məhkəmənin vaxtını uzadırlar. Məhkəməni gecikdirirlər ki, mənim işimə son versinlər. Qanunsuzluqların üstü bastırılır. Özüm hüquqşünas ola, özümün hüquqlarım tapdanır. Bütün sübutları məhkəmələrə, bütün sübutları prokurorluğa, Elm və Təhsil Nazirliyinə verməyimə baxmayaraq bir nəticəsi yoxdur. Elm və Təhsil Naziri Emin Əmrullayev bizim vətəndaşların, işçilərin, müəllimlərin şikayətlərini qoyub bir kənara ancaq imtahanlarla maraqlanır. Korrupsiya baş alıb gedə-gedə bu qədər sübutların üstünün bastırılması dövlətə xəyanət deməkdir. Bu haqsızlıqlara göz yummadığıma görə dəfələrlə şərlənərək töhmət almışam. Mənə haqsız yerə verilmiş töhmətə görə məhkəməyə müraciət eləmişəm. Nizami rayon prokurorluğunu da məhkəməyə vermişəm. Sübutların üstünü bastırıb saxta qərar verdiklərinə görə. Direktor Sevinç Həmzəyeva mənim kimi maaşa işləyirsə, düzgün işləyirsə, L7 nömrəli 2025 model maşını necə alıb sürür? Laboratoriyalar bərbad gündədir. Kompüterlər yoxdur, dərsliklər yoxdur. Üzdən bəzəmə remont ediblər. Adı da odur ki, kollecdə təmir gedib.